Salam, hər vaxtınız xeyir əziz dostlar. 14 yıl 2026-cı il. Xoş gördük. Gün ərzində görüşə bilməmişik. Birazdan görüşərik inşallah. Yəni hər gün olduğu kimi son günlər biz Bakı vaxtı ilə saat 21-də görüşürük. Yəqin bu gün də elə görüşəcəyik. Demək, gün ərzində təbii ki, çox böyük hadisələr baş verir. İndi də elə Kiyevdə ballistika həyəcan siqnalları var. Dediyimiz kimi Ukrayna tərəfin müəyyən mənada göstəriş kimi vecinə deyil. Yəni bunu demək istədim əvvəl. Demək, Ukrayna bu günləri yenə Rusiyanın 2 neft ayırma zavodunu yandırıb, yəni hücum edib. Bundan əlavə Krımda, Kersdə və digər müvəqqəti işğal altında olan ərazilərdə Ukrayna silahlı qüvvələri uğurlu əməliyyatlar həyata keçiriblər. Bundan da əlavə demək, işğal altındakı Donetsk şəhərində demək, Sursat bazasına Ukrayna tərəfi uğurlu zərbə indirib, o da detonasiya verib deməli, çoxlu partlayışlar baş verib. Bunlar yəni hər gün gündəlik baş verən əməliyyatlardır və mən çox kiçik bir siyahısını dedim, doğrudan da çoxlu əməliyyatlar həyata keçirilib. Yenə 9 tanker vurulub Kerç körfəzində, Azov dənizində həm neft tankerləri, həm də taxıl tankerləri. Demək, bunlar da öz yerində. Əsas məsələ budur ki, sabahları Avropa Birliyinin baş komissarı, prezidenti xanım Ursula von der Leyen Kiyev şəhərinə gələcək və Ukrayna üçün sonuncu klasterlər, sonuncu hazırlıqlar, sonuncu imtahanlar, yəni mərhələsi başlayır. Ukraynanın Avropa Birliyinə həqiqi üzvlüyü məsələsi. Yəni Ukrayna onsuz da Avropa Birliyi ilə çox ciddi əməkdaşlıq edir. Yəni az qala həqiqi üzvü səviyyəsində əməkdaşlıq edir. Amma indi bu əməkdaşlıq həm də rəsmi statusa keçməlidir. Və burada mən nəyi nəzərinizə çatdırmaq istəyirəm? Axşam bu barədə ətraflı danışacağıq. Avropa Birliyi Ukrayna üçün, əziz dostlar, 90 milyard avroluq kredit xətti açır. 2026-cı il, bu ilin ikinci yarısından başlayaraq həmən bu kredit xətti öz işini görəcək və məqsəd Avropa Birliyinin verdiyi bəyanat bundan ibarətdir ki, Avropa Birliyi hər şey edəcək ki, Ukrayna öz qələbəsini yaxınlaşdırsın. Hər zaman dediyimiz kimi, yəni Rusiyanın müharibəni udmaq şansı yoxdur. Rusiya müharibəni uduzmuşdur, uduzur və bunu çox, necə deyərlər, Leonid İliç Brejnev demiş, yəni iri addımlarla edir. Müharibəni uduzmaq addımları Rusiyanın çox iri addımlarla həyata keçir. Amma hələ ki, Ukraynanın qələbə çalması məsələsi, belə deyək də, o zaman olacaq ki, sonuncu Rus əskəri Ukraynanı tərk edəcək. Bununla bağlı hələ ki perspektivlər biraz qaranlıqdır, nə mənada? Ukrayna tərəfdən qaranlıq deyil. Sadəcə olaraq raşist hakimiyyətinin bugünkü baxışı, bugünkü davranışı onu deməyə əsas verir ki, müharibəni dayandırmaq fikrində deyirlər. Dediyim kimi, bayaq yəqin reportajımızın əvvəlində də eşitdiniz. Demək, hava hücumları davam edir. Ballistika hücumları davam edir. Nədənsə Rusiya ictimaiyyətini inandırmağa çalışıblar ki, güya
Ukraynanı cəzalandıracaqlar. Amma mən sizə bir şey də deyim, vallahi tam səmimi bildirirəm. Rusiya indiyə qədər nə bacarıbsa hamısını edib. Hətta bacara bilmədiyindən biraz da artıq edib, bacara bildiyindən də biraz artıq edib. Yəni bütün o nəyi varsa insanların depozitlərinə qədər giriblər. Banklar demək olar ki, boşdur. Yəni belə deyək də, iqtisadi mənada nə varsa hamısını sıxıb suyun çıxardıblar Rusiya cəmiyyətinin. Daha yanacaq problemləri, maliyyə problemləri baş verənlərlə bağlı təbii ki, siz məndən də yaxşı bilirsiniz. Və hələ ki, dəyişən heç nə yoxdur. Heç dəyişmək planları da belə görsənir ki, yoxdur rusların. Ona görə müharibə bütün deməli şiddəti ilə davam edir. Ukrayna ətrafında təbii ki, mühüm hadisələr baş verir. Yəni həm də NATO'nun Ankara toplantısından sonra doğrudan da bir mən deyərdim müəyyən bir sıçrayış hissi olunur Ukraynaya edilən yardımlarda, köməklərdə, verilən bəyanatlarda. Yəni artıq dünənə qədər yaxud bu ilin yazına qədər, mən deyərdim bu ilin aprelindən mayına qədər ruslardan qorxanlar bu günləri artıq özlərində bir güc, bir təpər hiss edirlər ki, güya onlar indiyə qədər də Ukraynanın mübarizəsinin yanında olublar və bu gündən belə bu mübarizə daha da aktivləşdiyi görsənir. Bu faktdır, doğrudan belədir. Ukrayna, yəni biləsiniz ki, bu günləri yenə məlumatlar gəldi ki, ayrı-ayrı silahların lisenziyaları verilir Ukraynaya, yəni onları istehsal etmək üçün. İstehsal etdikcə təbii ki, Ukraynanın gücü çoxalır, yəni həm də Ukrayna silah sursat eksportöruna çevrilir, satıcısına çevrilir, həm də yəni müharibə davam etdikcə də hardansa, kimdənsə gözləyək ki, kimsə bizə silah gətirəcək, sursat gətirəcək. Belə şeylər təbii ki, olmayacaq. Hər kəs dediyim kimi, bax öz işində gücündədir, gördüyünüz kimi. Həyəcan təbili çalınır, həyəcan siqnalı çalınır, nə bilim, efirdə, mediada çoxlu səs-küy, mənim özümə də çoxlu zəhlər gəlir. Yəni ki, bu belə deyək də, durumla bağlı necə keçirirsiniz bu günləri, necə nə bilim, nə olur. Bunlar hamısı, əziz dostlar, gəldi gedərdi. Əsas odur ki, insanlar artıq dönməz bir psixoloji vəziyyətdədirlər. İnsanlar hər şeylə razılaşıblar və heç kəs Ukraynadan qorxan, çəkinən deyil. Bayaqlar yer gəlmişəm, Maydandayam, indi evə tərəf gedirəm. Deməli, bir nəfərlə danışıram, gənc ailədirlər, yəni qızı nəvəsi ilə, yəni bu ailə. Deyirəm, niyə qayıtmısınız? İtaliyadaymışlar. Elə belə soruşuram, yəni nəsə soruşmaq lazımdır. Deyirəm, niyə qayıtmısınız? Deyək, bunlarda qar yağmır. Qar əvəzinə deyir, bütün qışı yağış yağırdı. Və belə insanlar nəysə doğrudan da fərqli-fərqli haqq qazandıra bilirlər öz qayıdışlarını, amma Ukraynada insan çoxdur, özünüz də görürsünüz. Və görün, bu yollarda, körlərdə bir dənə yerdə hələ özdə iş günün axırıdır. İş günü də qutarıb. Bax, yenə də belə qələbəlikdir. Kiyevdə doğrudan da adam elə müharibədən əvvəlkindən də çoxdur. Nədənsə mənə belə gəlir. Belə dostlar, təşəkkür edirəm ki, bir yerdə olduq. Axşam efirimizi də iştirakınızı unutmayın. Paylaşın efirlərimizi, çoxaldın. Sağ olun, salamat qalın əzizlərim. Hələlik.